Salamlar, bugünkü mövzumuz travmadır. Travma termini, travma qavramı haqqındadır. Öncəliklə onu demək lazımdır ki, bu termin psixologiyanın terminidir və təkcə Azərbaycan internet hövzəsində yox, həm də dünya, yəni ümumən bu termin çox istifadə olunur. Bu psixologiyanın terminidir və psixologiyanın bir çox önəmli termini var. Travma da onlardan sadəcə biridir. Bu termini niyə seçdim? Çünki bu günlərdə, ümumiyyətlə son illərdə bu termin çox istifadə olunur. Həm də biraz politik bir termindir. Daha çox qarşı tərəfi nəyinsə ittiham eləmək, delegitimləşdirmək üçün istifadə olunur. Qarşı tərəfi gözdən salmaq üçün istifadə olunur. Ona görə bu terminin həm psixoloji mənası haqqında, həm də ümumən düşüncə platformasındakı mənası haqqında danışmaq istəyirəm. Ancaq bu mövzuya girməzdən əvvəl daha önəmli bir mövzuya toxunmalıyam. Birinci məsələ budur ki, bu bir düşüncə məsələsidir. Yəni, hər hansı bir adam çıxıb travma haqqında danışanda, istər psixoloq olsun, istər yazıcı olsun, istər başqa peşədən, başqa sahədən bir adam olsun, o travma, yəni hər hansı bir termini istifadə edəndə o bunu peşəkar bir şəkildə istifadə eləməlidir. Nə deməkdir? Yəni, düşünən insan, bir şey istehsal edən, düşünərək istehsal edən insan tələsməməlidir. Ümumiyyətlə, bizim intellektualların, Azərbaycan hövzəsindəki olan debatların ən böyük problemlərindən biri budur ki, çox tələsirlər insanlar. Terminləri istifadə edərkən çox tələsirlər və bu terminlərin əsl mənasını, onların kökünü belə deyək, düşüncənin kökünü nəzərə almırlar və bu terminləri necə gəldi istifadə edirlər. Amma düşüncə tələsə bilməz. Çünki düşüncə təbiəti etibarilə, mahiyyəti etibarilə indi mənim etdiyim kimi biraz yavaş-yavaş yerimək, mümkün mərtəbə dayanmaq və düşündüyün şey haqqında təkrarən düşünməkdir. Yəni, düşünən insan əslində hər gün yeni şeylər düşünmür. O, düşündükləri şeyi təkrar düşünür, təkrar düşünür və o düşündüyü, təkrarladığı şeydən yola çıxaraq yeni bir şey ərsəyə getirir. Yəni, düşüncənin mahiyyəti, düşüncənin təbiəti əslində bir şeyi təkrar düşünmək, çünki başqaları da o düşünüb və sən də eyni yolla gedirsən, amma təkrar düşünərək o həmin düşüncədəki problemləri, boşluqları, oradakı, belə deyək də, yenilikləri də həmçinin görmüş olursan. Daha sonra əgər oradan nəsə tapırsansa, bu yenilik sənin kəşfin olur, belə deyək. Dolayısıyla düşüncə əslində olduqca düşünən insan tələsməyən insandır. Amma bizim intellektual hövzədə, media hövzəsində olsun, fərqi yoxdur. Bu termin və bir çox termin necə gəldi istifadə olunur. Yəni ki, nə izləyici danışılan şeyin hardan gəldiyini sorğulayır, nə də danışan insanların çox da böyük bu mövzu haqqında qayğıları yoxdur. Ona görə düşüncə insanının və ümumiyyətlə düşünmə haqqında deyə biləcəyimiz ən təməl şeylərdən biri budur ki, düşüncə tələsmir. Yəni ki, düşüncə tələsməz. Bu birinci məsələ. İkinci məsələ budur ki, əgər biz travma haqqında danışırıqsa, mənim şəxsi müşahidəm budur ki, bu termin Azərbaycanda xüsusi olaraq və dünyada da həmçinin o cürdür, psixopolitik bir termin kimi istifadə olunur. Nə deməkdir bu? Yəni, bu termini insanlar daha çox qarşı tərəf haqqında nəsə doğru bir anlayış, yəni bu termini istifadə edəndə insanlar xüsusilə filan kəsin travması var, ona görə bu cür davranır. Belə bir ifadə vardır. Filan qadının travması var, filan kişinin travması var. Əslində onu nüfuzdan salmaq üçün bu termini istifadə edirlər. Çünki nəticədə əgər bir psixoloq bu termini istifadə edirsə, o ən yaxşı halda bunu ortada olan fenomena ad qoymaq. Yəni, bu adam bu cür davranır. Bunun davranışının arxasında bu var və bu ümumiyyətlə pasiyentlə xəstə arasında şəxsi bir şeydir. Yəni, bu, əgər psixoloq bu termini istifadə edirsə, o qarşı tərəfi alçatmaq üçün bunu istifadə eləmir. Sadəcə bu məsələyə öz içərisində ad qoyur və öz pasiyenti ilə paylaşır ki, problemin fərqinə varsın hər iki tərəf. Yoxsa bu termindən yola çıxaraq qarşı tərəfi, belə deyək də, yəni ki, tənqid eləmək, onu təhqir eləmək, ləkələmək, nüfuzdan salmaq, yəni delegitimləşdirmək üçün bu termin istifadə olunmur. Amma Azərbaycanda travma kəlməsi düzdür, biraz bizim belə deyək də, özümüzə xas formada istifadə olunur və daha çox debatlarda sadəcə qarşı tərəfin problemli olduğunu göstərmək üçün istifadə olunur. Travma ilə bağlı onu demək lazımdır ki, travma problemin özü deyil. Yəni, travma odur ki, nəsə baş verib. Çünki bizdə travma termini olduqca səhv istifadə olunur. Bizim travmaya verdiyimiz reaksiya
bizim travmaya verdiğimiz reaksiya problemi. İnsanlar onu nəzərdə tutur, amma onun adına travma deyir. Bir şey baş verir, travma baş verir. Biz ona qarşı bir müdafiə sistemi inkişaf elətdirir və asıllıq forması yaradırıq. Odur problem. Yəni ondan yola çıxaraq problemlər təzahür olmaya başlayır. Amma bizdə bu daha çox ilkin şey deyil də bu prosesin adına travma deyilir. Yəni burada əslində sadəcə terminoloji və intellektual problem var. Yəni travma kəlməsi bir çox yerdə olduğu kimi Azərbaycanda da psixopolitik termin kimi istifadə olunur. Yəni qarşı tərəfi nüfuzdan salmaq, onu incitmək, onu rəqabətdən çıxartmaq və s. və s. və s. Ona görə əslində travma kəlməsini intellektual bir kəlmə olaraq öz köklərinə qaytarmaq lazımdır. Üçüncü məsələ, travma məsələsi ilə bağlı əslində məsələ burasındadır ki, insan davranışlarının, yəni bir insan yaxşı davranır və bir insan pis davranır. Bunun bir çox halda travma ilə əlaqəsi yoxdur. Yəni bir insan hər dəfə pis davrananda o demək deyil ki, o travmatik davranır. Yəni və insan hər dəfə ola bilər ki, insan yaxşı davrananda da travmatik davranır. Deyilmi? Yəni bir travması var və istəmir ki, o travmanı başqaları yaşasın. Ona görə yaxşı davranır, həmin nə bilim insanların qarşı tərəfin, həmin travma ilə üzləşmələrini istəmədikləri üçün o yəni ki, yaxşı işlər görməyə başlayır. Və həqiqətən də elə ola bilər ki, bir insan pis insandır. Yəni ki, pis nəsə eləyir, qarşı tərəfə ziyan vurur və bunu travması olduğundan dolayı eləyir. Və ya tam tərsi ola bilər. Bir insan ümumiyyətlə ki, biz çox yaxşılıq eləyəndə insan spontan yaxşılıq eləyir də, yaxşılığı düşünmədən yaxşılıq eləyir. Amma pislik eləyəndə o düşünür biraz. Ola bilər ki, bir insan travması yoxdur və yaxşılıq eləyir həqiqətən və ola bilər ki, bir insan heç bir travması yoxdur və yenə pislik eləyir. Yəni davranışlarımızın kökündə çox vaxt travma yox, sadəcə məsuliyyət və iradə məsələsi yatır. Bunu öncəliklə qəbul etmək lazımdır. Yəni insanlar çox vaxt məsuliyyətsiz olduqları üçün, iradəsiz olduqları üçün nəsə yetərsiz bir şey görürlər və ya pis işlə məşğul olurlar. Yəni ki, şər və xeyrin arxasında travma axtarmaqdansa, şər və xeyir davranışların arxasında insan iradəsini, tənbəlliyini axtarmaq lazımdır. Və travma məsələsi belədir ki, mənim şəxsi qənaətim budur. Travmalar ümumiyyətlə sağalmır. Çünki travma ilə bağlı bu yanaşma var ki, travma əlbəttə, travma radioaktiv bir şeydir. O bizi ömür boyu izləyir. Sadəcə bizim onunla bağlı edə biləcəyimiz ən yaxşı şeylərdən biri budur ki, biz travma ilə öz aramızda olan məsafəni azalda bilərik. Yəni travma var, okey var. O uşaqlıqdan necəsə bizim həyatımıza təsir eləmir. Biz bunun fərqinə varıq. Çünki insanların bir çoxu ümumiyyətlə onun fərqində deyil, amma deyək ki, fərqinə varmısınız və siz onun fərqinə vardığınız an, yəni deyirsizə filan kəs travma aldı. Yəni okey, travma aldı. Niyə? O insan sanki düşünürsünüz ki, öz travması ilə üzləşən kimi düzələcəyimi? Belə bir dünya yoxdur. Yəni belə bir şey yoxdur. Ümumiyyətlə mən fundamental travmaların sağaldığını görməmişəm və düşünmürəm ki, bunlar bizim başa düşdüyümüz formada, yəni beləcəsini edirsən və o travma sağalır. Belə bir proses yoxdur. Travmalar çox vaxt sağalmır və bizim travmalarla bağlı edə biləcəyimiz ən yaxşı şey onların təsirini azaltmaqdır. Onların oradakı o radioaktiv gücü, çünki travma durmadan energetik yaradır, istehsal eləyir. Onu yönləndirməkdir. Bəs insanlar çox vaxt nə eləyir? İnsanlar ki, bu travma məsələsindəki ən önəmli məsələlərdən biri də asıllıq formaları yaradırlar. Yəni insanlar travmadan qaçmaq üçün, travma ilə üzləşməmək üçün müəyyən asıllıq formaları yaradırlar. İçki, siqaret, qumar, idman ola bilər, hədsiz böyük yaxşılıq ola bilər, təkcə mənfi şeylər yox. İfrat yaxşılıq, bir şeylə ifrat məşğul olma, özünü unutma formasıdır da. Təbii ki, bunlar psixoloji izahlardır. Fərqli insanlar fərqli cür düşünür, amma bizim travma ilə olan münasibətimiz, yəni riyazi 2 vur 2 kimi deyil. Bu bir günlük bir məsələ deyil və sadə bir şəkildə də düzəlmir. Travma ilə bağlı rəy bilən insanlar o nəzərə almır ki, ümumiyyətlə yəni travmanın sağalması deyilən bir şey tamamilə başqa formatda baş verən bir şeydir və bizim anladığımız formada sadəcə gedirsən seanslara, konkret 8 seans, 12 seans, 16 seans pul ödəyirsən və dostları ilə söhbət eləyirsən, kitab oxuyursan, özün üzərində işləyirsən də. Bir çox halda travma, çünki bizim həqiqətən travma adını verdiyimiz şey əslində çox ciddi travmadır. Yəni indi uşaqlıq dövründə deyək ki, Azərbaycanda
hamı pis yaxşı döyülüb, deyən ki, valideyn uşağı döyməsi. Deyək ki, burada Avropada, nə bilim və ya daha şimal ölkələrində ümumiyyətlə uşağın döyülməsinin olmadığı yerlər var. Yəni bu çox radikal qəbul olunur, çox emosional qəbul olunur. Amma bizim üçün çox normal idi da və həqiqətən də şəxsən mənim üçün bunun heç bir travmatik cəhəti yoxdur. Yəni ki, uşağın döyülməsi istisnalara çıxmaq şərtinə, yəni də valideyn vurub gözün başını çıxartmırsa da belə ciddi fiziki zərər verməyibsə, vurmaq yəni ki, valideyn əsəbləşir. İndi yəni də ümid edirəm dediyimi anlayırsınız. Yəni çox səthi belə aqressiyanı bildirmək forması. Çünki valideyn də nəticədə özü bilir ki, uşağı şikəst eləmək olmaz da. Eləyənlər ola bilər, amma o bizim bu diskurtumuzun kənarında olan valideynlərdir. Amma normal valideynlər hansı ki, indi vaxtında biraz aqressiya göstəriblər. Onlar okeydir. Yəni mən o travma deyil. Çünki bizim kollektiv şüuraltımızda birincisi travmadan qaçmağın ən yaxşı yollardan biri onu absurdlaşdırmaqdır. Həqiqətən Azərbaycanda bir çox adam döyülüb. Yəni okey də, yəni döyülüb və bundan nə travma çıxa bilər ki? Yəni kimsə desə ki, mənə anam və atam mənə həfif şillə vurdu. Yenə deyirəm mən ki, bunu psixoloji ədəbiyyatını oxuduğum üçün bilirəm. Ola bilər. Oradan çox qəribə, belə kompleks xəstəliklər çıxa bilər. Amma bir çox halda mən şəxsən öz şeyimə baxanda və məktəb vaxtı olan travmalar, yəni sinif uşaqları ilə də səni ola bilər səni kimsə əzibsə, yorub, zarafat ediblər, illər boyu səni bezdiriblər. Amma mən şəxsən o məktəb illərinə qaydanda belə deyim ki, yəni ki, Turqutun həyatında belə xüsusi travma qoyan bir sinif yoldaşı, belə bir şey yoxdur. Yəni həqiqətən elə bir şey olmadığı üçün mən o şeyi hiss eləmirəm. Dolayısıyla bir çox travmalar əslində bizim müasir psixologiya biraz o yapışdırmağa çalışır. Bizim travma dediyimiz şey əslində o qədər də travma deyil. Amma həqiqətən də travmalar var. Radikal şəkildə valideynlərlə uşaqlar arasında olan, dostlarına olan, gənc illərdə olan, insanın öz şəxsi daxil olaraq həyatda olan böyük uğursuzluq. Və əgər bu şey baş verirsə, yəni sınma baş verirsə, bu çox poetik bir hadisəyə çevrilir. Yəni bunu sadəcə psixoloji termin kimi götürür, demək ki, filan kəs travmalıdır. İnsan psixologiyası elə işləmir ümumiyyətlə. Bu çox müxtəlif, yəni ki, qəribə formatlarda mutasiya eləyə bilər. Yaradıcılığa çevirir, onun şəxsi xəstəliyinə çevrilə bilər. Böyük adam eləyə bilər, kiçik adam eləyə bilər və bunun parametri yoxdur. Yəni bir psixoloq bu sahədə tanrısal belə ilahi bir adam deyil ki, kimisə travmatik olduğunu, kimisə travmatik olmadığını belə deyən ki, konkret riyazi bir düstur kimi bildirsin, ortaya qoysun. Belə bir sistem yoxdur. Dolayısıyla travma kəlməsi və ya psixoloji terminlər sadəcə münasibətləri daha yaxşı anlamaq üçün maksimum istifadə oluna bilər. Yəni bu psixopolitik şey olmaqdan çıxmalıdır. Qarşı tərəfin travması var, o rədd eləyin, bassın bayra, onu nə bilim şey eləyək, qınağa tutaq, ictimai şeyə tabi eləyək, o danışmasın. Belə bir şey olmamalıdır travma. Və son olaraq bunu demək lazımdır ki, biz hər birimiz dövrümüzün uşağıyıq. Yəni bizi 18-ci əsrin mentaliteti ilə, yəni nəinki 18-ci əsrin, heç yəni nənəmizin, babamızın dünya görüşü ilə üst-üstə düşmürük. Onların yaxşı dediyi şeylər, onların pis dediyi şeylər, onların zövq aldığı, onların əxlaq və əxlaqsızlıq kimi gördüyü şeylər bizə uyğun gəlmir. Yəni bizim daxili mentallığımıza, zehni alqoritmində üst-üstə düşmür bu proqramlar. Dolayısıyla əgər siz travma terminini psixoloji bir termin olaraq Avropadan götürüb və hansı bir psixoloqun kitabından götürüb Azərbaycan atırsınız, o mütləq uyğunlaşdırılmalıdır. Bütün terminlər kimi, qadın-kişi münasibətlərindən bağlı olan terminlər, sosioloji terminlər xüsusilə. Çünki insan münasibətlərindən ortaya çıxan şeylər Azərbaycana istihlak olanda, bura gətiriləndə o kökündən qoparılır, o termin bura atılır. Yəni, bayaq dediyim kimi, travma bir Avropalı üçün travma olan şey çox həssasdır da buradakı insanlar görürəm. Yəni həqiqətən mən üçün o travma sayılmır. Yəni mən anlayıram ki, mən anlamıram o adamı. Yəni onun həssaslıq sahəsi məndə yoxdur. Ona görə yox ki, mən qaba insanam. Sadəcə mənim üçün o daha sadə hadisədir. Mən onu kompleksə çevirmirəm. Amma burada o emosional sahə daha genişdir və bizim üçün sadə olan, daha rahat ötürülən, kompleksə çevrilməyən, belə xoş bir fenomen kimi belə ötüb gedən şeylər burada belə ciddi danışılır. Ona görə biz bir Azərbaycanlı olaraq daxili mentallığımıza, yəni daxili hisslərimizə, bizim sahəmizdə nə yaxşıdır, nə pisdir, nəyi qəddar, nəyi belə xeyirxah şey kimi qəbul edirik, ona əsasən formalaşdırmalıyıq bu terminin sahəsini. Və dediyim kimi, bu termin bir düşüncə terminidir. Qarşı tərəfi məhkum eləmə termini deyil. Yəni, əgər travma terminini istifadə eləmək istəyirsinizsə, ən azından bunu bir keyfiyyətli psixoloqun nəzakəti ilə, yəni ki, o mətinləri bilərək, onun intellektual backgrounduna hörmət eləyərək, o şeyləri oxuyaraq bu termini istifadə eləməlisiniz.